Dəyərli izləyicilərimiz, ATV Kitab seriyasının Parlaq İmzalarla Birgə layihəsi çərçivəsində silsilənin növbəti 8-ci nəşri, müasir İran ədəbiyyatının dünyaca məşhur nümayəndəsi Mustafa Məsturun Tanrının Ay üzündən öp romanı Azərbaycan dilində işıq üzü görüb. Romanı fars dilində Aris Tarverziyev çevirib, ön sözün müəllifi isə tanınmış şərqşünas Nüşabə Əlizadədir. Kitab bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin iştirakı ilə nəşrə hazırlanıb. ATV Kitab seriyasının rəhbəri Səlim Babuloğlu bildirib ki, roman 15 il ərzində yüksək tirajlarla 50 dəfədən çox nəşr edilib və Golden Pen mükafatına layiq görülüb. Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq detektiv və fəlsəfə qarışığı olan, eyni zamanda da mütəhərrik dili olan romanın Azərbaycan oxucularının arasında da uğur qazanacağını bildirib. Kitabı şəhərin əksər kitab dükanlarında əldə etmək olar. Eyni zamanda da internet üzərindən parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiniz. Onda qeyd edək ki, çatdırılma pulsuzdur. Kitab çox maraqlı, özünə məxsus süjet xətti olan və buna görə də kifayət qədər tənqidçi tərəfindən qəbul edilən və məşhurlaşan bir müəllifdir, kitabdır. İnanıram ki, bizim oxucularımızın da xoşuna gələcək və oxucular tərəfindən də rəğbətlə qarşılanacaq. Mustafa Məsturun bu Azərbaycan türkçəsinə qazandırılan 3-cü romandır. Romanın kifayət qədər orijinal və aktual bir mövzusu var. Əsərin baş qəhrəmanının teokratik bir ölkədə, İranda yaşamasına baxmayaraq, Tanrı mövcudluğuna duyduğu şübhə əks olunur və əsərin sonunda isə onun düşüncələri, belə deyək də, tam əksinə dəyişir və əsərdə, belə deyək, baş qəhrəmanın Tanrının rasional dərki məsələsi gündəmə gətirir. Mən hesab edirəm ki, kifayət qədər maraqlıdır və İndoneziyada, Rusiyada, Bosniyada və digər ölkələrdə olduğu kimi Azərbaycanda da kifayət qədər maraqlı qarşılanır.